Herkese salam. Davam edirik. Dövlət İmtahan Mərkəzinin 2010-2025-ci illər ərzində 4-cü fənn bloku üzrə biologiya fənnindən istifadə etmiş olduğu imtahan suallarının izahı ilə bugün 2015-ci ilin qəbul imtahanı suallarını izah edəcəm. İlk sualımızla başlayaq. Sual 51. Əksər hallarda genetik bir cinsli materialın alınmasını təmin edir. Genetik bir cinsli materialı bizə fərdi seçmə verəcəkdir. Ümumiyyətlə, fərdi seçmə öz-özünə tozlanan bitkilərə və heyvanlara tətbiq edilə bilir. Kütləvi seçmə isə yalnız çarpaz tozlanan bitkilərə tətbiq edilir. Və fərdi seçmə genetik bir cinsli materialın alınmasını, saf ətlərin alınmasını təmin edir, arzu olunan əlamətləri möhkəmləndirir. Ona görə cavabımızı müəyyən edirik, fərdi seçmə. Davam edirik ikinci sualımız ilə. Sual 52. İkievli bitkilərin yalnız bir qisminin çiçəklərində tozcu borsunun əmələ gəlməsi. İkievli dediyi an biz nəzərimizdə saxlayacaq ki, erkək və dişi çiçəklər ayrı-ayrı bitkilərin üzərində yerləşir. Bura nümunə olaraq daha çox eşitdiyimiz söyüd bitkisini misal göstərə bilərik. Söyüdün yaşıl çiçəkləri dişi bitkinin üzərində, sarı çiçəkləri isə erkək bitkinin üzərində yerləşir. Yaşıl, dişi, hər ikisində ş hərfi var. Bu şəkildə uydurun, yadda saxlayın. Sarı, erkək, hər ikisində r hərfi var. Bu şəkildə uydurub yadda saxlayın. İmtahan həyəcanı yaddan çıxmamış olar. Deməli, söyüdün sarı çiçəkləri erkəkdir və bunun üzərində tozcuq borusu yarana bilməz. Çünki tozcuq borusu, bəli, tozcuq dənəciyindəki vegetativ nüvənin hesabına formalaşır. Lakin dişinin üzərində tozcuq dənəsi dişinin ağacığının üzərinə düşür. Tozcuq borusu vegetativ nüvədən dişinin üzərində cücərir. Yəni, tozcuq borusu dişi bitkilərinin üzərində cücərmiş olacaq. Deməli, ikievli bitkinin yalnız bir qism çiçəklərində tozcu borusunun əmələ gəlməsi bizə nəyi göstərir? Deməli, tozcuq dənəsinin cücərməsi və toxumun əmələ gəlməsi yalnız dişi bitkinin üzərində getməsi ilə. Çünki tozcuq dənəsinin cücərməsi yalnız dişi bitkinin üzərində getmiş olacaq. Təkrar edirəm, bəli, erkəyin deməli, tozcuq dənəciyindəki vegetativ nüvədən cücərir, lakin dişinin üzərində, dişi bitkinin üzərində cücərmiş olacaq. Tozcuq borusu spermlər üçün sanki bir spermlərin şem hissəsinə çatması üçün bir yoldur sanki. Deməli, cavabımız olur B variantı. Sual 53 ilə davam edirik. Çılpaq toxumu bitkilərdə təkamül prosesində ilk dəfə yaranmışdır. Çılpaq toxumlar ilk dəfə Paleozoy erasının Devon dövründə meydana gəlmişdir. Çılpaq toxumlarda, qədim çılpaq toxumlarda ilk dəfə toxum yarandı. Toxum varsa, toxumun şem kökçüyündən əsas kök inkişaf edəcək və toxum varsa, toxum yumurtacıqdan yarandığı üçün təbii ki, burada yumurtacıq olacaq və bir də qısa tozcuq borusunu da çılpaq toxumlar üçün qeyd edəcək. Bəli, çılpaq toxumlarda tozcuq borusunun yaranması ilə mayalanma su miti ilə əlaqəsi kəsilir. İlk dəfə olaraq çılpaq toxumlarda qısa bir tozcuq borusunun yarandığını qeyd edəcək. Buradan əvvəlki bitkilərdə, yəni mamır və quş həkimlərdə erkək qamet spermatozoid idi və mayalanma getməsi üçün mütləq su mitinə ehtiyac duyulurdu. Lakin çılpaq toxumlarda erkək qametlər artıq spermlər adlanır və spermlərin yaranması ilə mayalanma su miti ilə əlaqəsi kəsiləcək. Çünki spermlər şem hissəsinə tozcu borusu hesabına çatmış olacaqlar. Cavabımız olur 1, 3, 4, 6 A variantı olaraq müəyyən edirik. Sual 54. Yaşıl quş mamırın müxtəlif inkişaf mərhələlərinin haploid xromosom dəstindən malik olan strukturlarını seçin. Quş mamırı inkişaf dövriyyəsində cinsi nəsli qeyri-cinsi nəslin üzərində üstünlük təşkil edən bitki qruplarına aiddir. Quş mamırın yetkin fərdləri ümumiyyətlə quş mamırı ikievli bitkidir. Erkək və dişi fərdlər yanaşı bitirlər. Erkək mamırlar və dişi mamırlar haploid xromosom yığımına malikdir. Yadda saxlayacaq ki, yetkin bitkilər burada haploiddir. Ümumiyyətlə, spordan inkişaf edən nəsil haploid xromosom yığımına, ziqotdan inkişaf edən nəsli isə diploid xromosom yığımına malik olur. Yetkin erkək və dişi mamırlar haploid xromosom yığımındadır. Yetkin dişi və erkək mamırlar yanaşı bitir. Bunların xromosom yığımı haploiddir. Və bu fərdlər hər biri erkək fərdin anteridisi, erkək cinsi orqan anteridi, dişi fərdin dişi cinsi orqan isə arxegonidir və anteridi və arxegonilərində xromosom yığımları haploiddir. Anterid içərisində spermatozoid, arxegon içərisində isə yumurta hüceyrə əmələ gəlir və bunlar mitoz yolu əmələ gəlir. Deməli, dişi və erkək mamırların qametləri mitoz bölünmə nəticəsində əmələ gəldi. Həm deməli dişi mamırdakı yumurta hüceyrə, həm də erkək mamırda olan spermatozoidlər
Mitoz bölünmə nəticəsində əmələ gəlir. Qametlər birləşəcək. Qametlərin birləşməsi üçün nə lazımdır? Mütləq maye mühiti, yəni su lazımdır. Mayalanmanın getməsi mütləq su mühitində gedir. Arxiqonik xüsusi maye ifraz edir, toksis hadisəsi baş verir və yağış damlaların üzərinə yağış damlası sıçrayan erkək mamırların antiridlər içərisindən spermatozoidlər damlaya birləşərək sıçradıqda dişi fərdin üzərinə düşür və dişi fərdin arxiqonik xüsusi maye ifraz edir. Spermatozoid toksis hadisəsinin hesabına həmin o mayeyə doğru üzüb yumurta ceyranı tapır. Burada mayalama prosesi baş tutur. Mayalanmış yumurta ceyranı olan zigot yaranır. Zigot dişi bitkinin üzərində yaranır. Deməli, bizim dişi mamırımızın özünün xromosom yığımı haploid idi və bu gametofit nəsil idi. Dişi mamır üzərində mayalama nəticəsində zigot yaranır. Zigotdan ayaqcıq və qutucuq inkişaf edir. Zigotun xromosom yığımı diploid olduğu üçün ayaqcıq və qutucuğun da xromosom yığımı diploiddir. Yəni yetkin mamır özü haploid olduğu halda ayaqcıq və qutucuğun xromosom yığımı diploiddir. Deməli, spordan cücərənlər, spor haploid olduğu üçün haploiddir. Zigotdan yarananlar zigot diploid olduğu üçün diploid olacaq. Deməli, spor nəyə görə haploiddir? Mayalanma getdi, zigot yarandı. Zigotdan ayaqcığı olan qutucuq inkişaf elədi. Qutucuğun xromosom yığımı diploiddir. Qutucuq daxilində meyoz prosesi gedir. Və meyoz nəticəsində diploid olan ilkin hüceyrələrdən haploid sporlar yaranmış olur. Ona görə sporun xromosom yığımı haploiddir. Çünki spor meyozdan yaranır. Yetkin bitkinin xromosom yığımı haploiddir. Bəli, spor haploiddir. Zigot mayalanma nəticəsində yaranır. Xromosom yığımı diploiddir. Spor əlverişli mühitə düşəndə cücərir. Deməli, sporlar yetişdi. Qutucuq içərisində sporlar yarandı. Spor yetişdi. Və sporlar qutucuq yetişdikdən sonra açılır. Qutucuğun qapağı və sporlar ətraf mühitə külək vasitəsilə səpələnir. Bu sporlar əlverişli mühit tapdıqda cücərirlər. Sporun cücərtisi protonemadır. Sporun xromosom yığımı haploid olduğu üçün spordan cücərən protonemanın da xromosom yığımı haploiddir. Protonema üzərində dişi tumurcuqlar olur və bu tumurcuqlardan dişi və erkək mamırlar inkişaf edir. Protonema haploid olduğu üçün buradan inkişaf edən mamırların da xromosom yığımı haploiddir. Qutucuq diploiddir. Qutucuğun ayaqcığı diploiddir. Dedik ki, mamırlar haploiddir, yetkin mamırlar. Yetkin erkek mamırın özü haploiddir, üzərindəki anteridi də haploiddir. Yetkin dişi mamırın özünün xromosom yığımı haploiddir. Onun üzərində yerləşən arxiqonida xromosom yığımı haploid olacaqdır. Cavabımız olur 1, 2, 4, deməli 7, 8. 1, 2, 4, 7, 8 cavabımız müəyyən edirik Y variantı olaraq. Fiziki işlə məşğul olan insan orqanizmində hansı dəyişikliklər baş verir? Fiziki iş qan dövranının sürətlənməsinə səbəb olur və bu zaman ümumiyyətlə bədən temperaturu fiziki iş zamanı yüksəlir, istilik ətrafında daha çox ayrılır və qan dövranı sürətlənir. Eyni zamanda damarlar genişlənmiş olurlar və dəriyə də daha çox qan gəlmiş olacaq. Yəni dərdəki damarlar reflektor olaraq genəlir, istidən bu baş verir və bədən temperaturu yüksəlir, dəriyə daha çox qan gəlir və bədən temperaturu yüksəlirsə, dərinin istilik ayırma qabiliyyəti, yəni ətraf mühitə istilik vermə prosesi də sürətlənmiş olur, istiliyin verilməsi də artmış olur. Cavabımız olur B variantı. Davam edirik sual 56 ilə. Yuxu fazalarının maksimal davam etmə müddətini nəzərə alaq. Biz bilirik ki, yuxu siklik bir prosesdir. Hər sikl 2 fazadan ibarətdir. Ləng yuxu fazaları və tez yuxu fazalarından. Ləng yuxu fazalarının davam etmə müddəti ya 1 saat götürürük, ya da 1,5 saat üzərindən hesablamamızı aparırıq. Tez yuxu fazalarının davam etmə müddəti isə ya 10 dəqiqə, ya da 15 dəqiqə üzərindən olur. Lakin səhərə yaxın tez yuxu fazasını biz deməli götürəcəyik 20 dəqiqə üzərindən. Səhərə yaxın tez yuxu fazasını isə 20-30 dəqiqə üzərindən hesablayacağıq. Davam edirik sualımızın izahı ilə. Bu insan saat 22:00-da yuxuya getmişdir və 23:35 radələrində oyanıb maksimal davam etmə müddətində yatmışdırsa, deməli bizim ləng yuxu fazalarımızın davam etmə müddəti 1,5 saat,
tez yuxu fazlarımızın davam etmə müddəti 15 dəqiqə olmuşdur. Çünki maksimalları üzərindən hesablamamızı aparacağıq. Və yadda saxlayaq ki, ləngi yuxu fazalarında orqanizmin bütün prosesləri yavaşlayır. Ürək döyüntülərinin miqdarı azalır, siklın müddəti artmış olur bu zaman. Çünki bir döyüntü sayı azalanda bir döyüntüyə sərf olunan zaman artıb deməkdir. Tənəffüsün tezliyi azalır, maddələr mübadiləsi zəifləyir, əzələlər boşalır. Və demək olar ki, orqanizmdə olan bütün proseslər zəifləmiş olur. Tez yuxu fazlarında bunun tam əksi olan proseslər baş tutur. Bu insan əgər 22:00-da yuxuya gedibsə, öncə ləngi yuxu fazasında, daha sonrası tez yuxu fazasına keçmiş olacaq. 1,5 saat ləngi yuxu fazasında yatdıqda bu insan 23:30-da birinci ləngi yuxu fazasını bitirmiş olacaq. Artıq növbəti faza bizdə tez yuxu fazasıdır. Bu insan 23:35-də oyanıbsa, burada ləngi bitirdi. Növbəti artıq tez yuxu fazasına keçir. 23:35 artıq bu insan tez yuxu fazasındadır deməli. Yəni tez yuxu fazasının ilk 5 dəqiqəsində o vəziyyətini müəyyən edəcəyik. Əslində tez yuxu fazasının hələ burada 10 dəqiqəsi də var, amma biz ilk 5 dəqiqəsində artıq hesablamamızı aparırıq. Deməli tez yuxu fazasına düşdü. Daxili orqanların fəaliyyəti artmış olacaq. Ürək siklının davam etmə müddəti xeyli azalmış olacaq. Çünki bir döyüntüyə sərf olunan zaman azalacaq ki, döyüntü sayı artacaq. Bəli, tənəffüsün tezliyi sürətlənir. Ürək siklının davam etmə müddəti azalır. Bəli, bir döyüntüyə sərf olunan zaman azalmış olacaq. Əzələlərin ümumi boşalması baş verir. Xeyr, burada əksinə yığılmış olacaq. Hətta insan yatan zaman əl-qol hərəkətləri də ata bilir. Üzv maddələrin parçalanması sürətlənir. Bəli, maddələrin mübadiləsi sürətli gedəcək. Bədən temperaturu aşağı düşür. Bu ləngi yuxu fazasında olur. Cavabımız olur 1, 3, 4. Deməli 6 cavabımız olur B variantı. Sual 57. 3 saat ərzində infuzor təlikdə təqribən neçə həzm qovucuğu yaranır? Dəqiqədə 1 ədəd həzm qovucuğu yaranır. 3 saatımızda 180 dəqiqə var. 1 dəqiqədə 1 həzm qovucuğu yaranırsa 180 dəqiqədə 180 həzm qovucuğu yaranmış olacaq. Sual 58. İnsan üçün uyğunluğu müəyyən edin. Dayaq hərəkət sisteminin şöbələri verilmişdir. Kəllə skeleti. Kəllə skeletində 23 sümük vardır. Və 23 sümüyün üzərinə biz burada 17-ni gəlsək, x-imiz olacaq 37, x bizdə olacaq döş qəfəsi, 37 ədəd olan bizdə döş qəfəsi sümükləri ola bilər. Bunu nəzərimizdə bir yerdə saxlayaq. Daha sonra enimiz 23-dür. 23-dən 11-i çıxdıqda bu rəqəm bizə verir 12-ni. Bunun deməli x-imiz 37-dir. Y-imiz 12-dir. Z-imizə baxsaq, rəqəmimiz bizim 23 idi enimiz. Üzərinə 5-i gəldikdə isə z-imiz olacaq 28. Gəlin indi müəyyən edək x, y, z-ə uyğun olan ifadələri. Döş qəfəsi. Biz bilirik ki, döş qəfəsində 37 sümük var. 12 döş fəqərəsi, 24 qabırğa, bir ədəd döş sümüyü olmaqla 37 sümük vardır. Biz x-imizi müəyyən edirik A olaraq. Sonra onurğanın döş şöbəsi fəqərələri. Onurğanın döş şöbəsində 12 fəqərə vardır. 12 bizdə y ilə müəyyən etmişdik. Deməli, B-miz olur 12. Sonra əllərin barmaq falanqaları. Əllərin barmaq falanqaları bir əlimizdə 14 barmaq falanqası vardır. İki əlimizdə isə 28 barmaq falanqası olacaq. Deməli, 28 bizdə Z-ə uyğun olacaqdır. C-ni müəyyən edirik Z-ə. Onurğanın boyun şöbəsinin fəqərələri. Onurğanın boyun şöbəsində 7 fəqərə vardır. Və burada bizim nə x, nə y, nə də z-imizdə 7 rəqəmini müəyyən etməmişdik. Ona görə götürməyəcəyik. Qabırğaların və hər iki ətrafın sayı sümüklərinin sayı. Qabırğalarımızın sayı 24 ədəddir. Bir ətrafımızda mil dirsək, ikisində 2 mil, 2 dirsək olmaqla ümumilikdə 4 ədəd sayı sümüyümüz var. Bu rəqəm də bizə verir 28. Biz z-i 28 olaraq müəyyən etmişdik. Yeni də aid edirik z-ə. 1-ə A, 2-yə B, 3-ə C, Y cavabımızı müəyyən edirik B variantı olaraq. Sual 59. Hansı heyvanda qəlsəmə qapaqlarını hərəkət etdirən əzəllər ola bilməz? Biz bilirik ki, qıqırdaqlı balıqlarda qəlsəmə qapaqları deyil, 5-7 cüt qəlsəmə yarıqları vardır. Sümüklü balıqlarda isə 1 cüt qəlsəmə qapağı, 4 cüt qəlsəmə qövsü vardır. Qəlsəmə qapaqları sümüklü balıqlara məxsusdur. Burada naxa sümüklü, nərə sümüklü, durna balığı sümüklü, tikan balığı sümüklüdür. Elektrikli skat isə qıqırdaqlı balıqlara aiddir. Bunlar da qəlsəmə qapaqları deyil.
deməli, gəlsəmə yarıqları vardır deyəcəyik. Sual 60. Göyərçinin pəncə lüləsi bilavasitə hansı sümük və ya sümüklərlə birləşmişdir? Göyərçində pəncənin bəzi sümükləri birləşərək pəncə lüləsini yaratmışdır və pəncə lüləsi yuxarıdan baldır sümüyü ilə aşağıdan barmaq falanqaları ilə birləşir. Bu sümüklə birləşməz, qarğa ilə birləşməz, qarğa qurşağa aiddir. Bu sümüklə də birləşməz, çünki bilavasitə baldır sümüyü ilə birləşmiş olacaqdır. Ona görə burada barmaq falanqaları versə götürə bilərdik. Bir də baldır sümüyünü götürə bilirik və bizə yalnız baldır sümüyünü qeyd etdiyi üçün cavabımız olacaq. Yalnız 2 A variantı. Sual 61. Hüceyrələr daima mitoza məruz qalan bitki toxuması bu törəcici toxumadır. Törəcici toxumanın hüceyrələri bir qismi daima bölünən vəziyyətdə meristos bölünən deməkdir. Meristem vəziyyətində olur, daima bölünür. Digər toxumalara başlanğıc vermiş olur. Ona görə cavabımız olur Y variantı. Sual 62. Kələm kəpənəyinin fərdi inkişafı zamanı o, sadə gözlərə malikdirsə, bu onun tırtılından bəhs edir. Yəni, sürfə mərhələsindən bəhs edir. Ümumiyyətlə, kəpənəyin inkişafı tam çevrilmə ilə gedir. Birinci mərhələsi yumurta. İnkişafın birinci mərhələsi yumurtadır və dolayı tam çevrilmə ilə inkişaf edir. Birinci yumurta, ikinci sürfə, üçüncü bub mərhələsi, dördüncü isə yetkin fərd mərhələsidir. Xatırlatma olsun deyə yumurta mərhələsində passiv, sürfə mərhələsində aktiv, bub mərhələsində passiv, yetkin fərd mərhələsində də aktiv qidalanmış olacaq. Yetkin fərdində sorucu ağız aparatı, sürfəsində isə gəmirci ağız aparatı mövcuddur. Əgər sadə gözlər varsa sürfəsindən, əgər fasetli gözlər varsa yetkin fərdindən danışır. Deməli, sorucu ağız aparatına malik olan onun yetkin fərdidir. Sürfəsi deyil. Biz axı sürfə mərhələsini axtarırdıq. Bitkilərin yaşlı hissələri ilə qidalanan bəli tırtıllardır. Yaşlı hissələri ilə qidalanır. Yetkin fərdi isə sorucu ağız aparatına malikdir. İnkişafın ikinci mərhələsidir. Bəli, yumurta birinci, sürfə onun ikinci mərhələsidir. Hərəkətsiz deyil tırtıllar, hərəkət edə bilirlər. Bitkilərin tozlanmasında iştirak edən yetkin fərddir. Tırtıllarda qarıncıq ayaq olur. Cavabımız olur 2, 3, 6 C variantı. Sual 63. Xəstədə son sidiyin analizi zamanı onun tərkibində qlukozanın miqdarının yüksək olduğu aşkar edilmişdir. Bu şəxsi müayinə edən həkimin ilk rəylərindən biri. Ümumiyyətlə, gəlin xatırlayaq. Qlukoza sidikdə nə zaman aşkar oluna bilər? 1. Mədə-altı vəzin funksiyası pozulduqda karbohidrat mübadiləsində daxili sekretor funksiyası vardır. Yəni, insulin hormonu hazırlayır. İnsulin qanda şəkərin miqdarını azaldır. Əgər ki, insulin yəni mədə-altı vəzin funksiyası pozularsa, insulin normal şəkildə qana ifraz olunmazsa, qanda şəkərin miqdarı artır, sidikdə şəkər aşkar oluna bilir. Yəni, şəkərli diabet xəstəliyi zamanı sidikdə şəkər aşkar oluna bilir. Bundan başqa, insan həddən çox stresli olduqda, daha sonra ağır fiziki iş gördükdə, həddən çox şəkərli qida yedikdə fizioloji qlukozuriya da ola bilər. Bu zamanda qanda, daha doğrusu sidikdə şəkər aşkar oluna bilər. Bir də böyrəklərin funksiyası pozulduqda sidikdə şəkər aşkar oluna bilər. İlk sidikdə, deməli, süzülmə prosesində ilk sidiyin tərkibində qlukoza olur. Lakin reabsorpsiya zamanı bu qlukoza geriyə sorulmalıdır. Əgər ki, qıvrım kanalcıqların quruluşunda, yəni iş prinsipində pozğunluq olarsa, iş prinsipi pozularsa, reabsorpsiya normal getməzsə, o zaman son sidikdə də qlukoza aşkar olunur. Artıq bu xəstəlik deməkdir. Əgər biz ilk sidikdə qlukoza aşkar edilirsə, bu normal haldır. Süzülmə prosesində qədər bənzər kapsuldan süzülüb ilk sidiyə keçə bilər qlukoza, lakin reabsorpsiya zamanı geriyə sorulmalıdır. Əgər son sidikdə, deməli, reabsorpsiya zamanı geriyə solma baş verməyibsə, son sidikdə qlukoza aşkar olunubsa, artıq bu qıvrım kanalcıqların işinin pozulması deməkdir. Deməli, həm mədə-altı vəzin işi pozulanda, insulin hormonunun sintezi pozulanda, həm də qıvrım kanalcıqların funksiyası pozulanda sidikdə şəkər aşkar oluna bilər. İfrazat və mədə-altı vəzin işi pozulmasını misal göstərə bilərik. Cavabımız olur C variantı. Sual 64. Müxtəlif növlər arasında qarşılıqlı faydalı münasibətlərə əsaslanan əlaqə təbii ki, bu simbiozluqdur. Faydalı münasibətlərə aiddir deyəcəyik. Sual 65. Hansı insanda normada sayı ən az olan dişlərin miqdarı yaşlı insanda, üzr istəyirəm, normada sayı ən az olan dişlərin miqdarı hansından 3 dəfə azdır? İnsan orqanizmində, yaşlı insanda olan dişlərin ən az olanları köpək dişləridir. Köpək dişlərinin sayı 4 ədəddir və köpək dişləri
E, Nədən 3 dəfə az olacaq? Təbii ki, sayı 12 olan böyük azı dişlərindən. Sual 66. Populyasiyadakı fərdlərin sayının artması, arealın genişlənməsi, yeni populyasiyaların əmələ gəlməsi, növ əmələ gəlmənin sürətlənməsi bu bioloji tərəqqinin göstəricisidir. Yəni inkişaf quruluşun belə deyək, orqanizmların tərəqqiyə doğru inkişafını göstərmiş olur bizə. Sual 67. Təsvirdə bizə penisil göbələyi göstərilmişdir. Penisil çoxhüceyrəli göbələklərə aiddir. Çoxhüceyrəli mitsellərə sahibdir. Və yaşıl kif göbələyi də adlandırılır. Heterotrof qidalanır. Təbii ki, bütün göbələklər heterotrof qidalanır. Sporangiləri salxımlarda yerləşir. Bəli, var. Salxımlarda yerləşir sporangiləri. Doğru fikirdir. Mukorda başçıqdadır, amma penisildə salxımdadır. Fotosintez prosesi etməz. Nə olsun ki, yaşıl kifdir. Fotosintez üçün bizə xlorofil pigmenti lazımdır. Lakin burada göy yaşıl rəngdə olsa da, burada xlorofil pigmentinin adını çəkmirik. Təbii ki, fotosintez etməz. Yanlışdır. D variantı. Sual 68. Dietrozigot bir orqanizm verilib, ilişikli şəkildə A və B genləri təqdim edilmişdir və bizə verilmişdir qametlər və qeyd edir ki, bu qametlərdən hansılar çarpazlaşma nəticəsində yaranır? Eyni homoloji xromosom, belə deyək, eyni xromosomun üzərində ilişik şəkildə nəsli ötürülənlər A və B, böyük A, böyük B, kiçik A, kiçik B, bunlar Krassingover getmədən yaranacaq qametlərdir. Çarpazlaşma nəticəsində, yəni A-ların yerini dəyişmiş olsaq, məsəl üçün kiçik A, böyük B və böyük A, kiçik B, böyük A, kiçik B, bunlar isə Krassingoverli qametlər olacaq. Deməli, böyük A, böyük B və kiçik A, kiçik B Krassingoversiz, kiçik A, böyük B və böyük A, kiçik B isə bizdə Krassingoverli qametlər olacaq. Cavabımız olur A variantı. Sual 69. Göbələklər və bakteriyalar üçün ümumi xüsusiyyət. Bilirik ki, göbələklər evkaryot, bakteriyalar isə prokaryot canlılardır. Ümumiyyətlə, canlıların 4 aləmin 4-ündə də biz deməli, həm DNT, həm RNT-yə rast gələrik. Bəli, viruslarda ya DNT, ya RNT deyərik, amma 4 aləm üçün viruslar ayrıca bir belə aləm olaraq öyrənilir. Yəni, canlılar aləmin içində demirik zaten. Deməli, göbələklər və bakteriyalarda həm DNT, həm də RNT-yə biz rast gəlmiş oluruq. Bu doğru fikirdir. İki qat membranlı orqanoidlər mitoxondri və plastidlərdir. Bu mitoxondri göbələkdə var, lakin bakteriyadakı ümumiyyətlə bakteriyanın membran quruluşlu orqanoidi yoxdur. Yalnız ribosoma sahiblər. Sitoplazmasında ribosom olması hər ikisində vardır. Meyoz bölünmə ümumiyyətlə xarakterik deyil bunlar üçün. Hüceyrə divarının olması hər ikisi üçün xarakterikdir. Ümumiyyətlə canlıların 4 aləmin içində bitki, göbələk və bakteriyalarda xarici qlaf hüceyrə divarı, heyvanlarda isə xarici qlaf glikokaliksi adlanır. 4 aləmin 4-ündə də daxili qlaf plazmatik membran adlanır. Bunu da xatırlanmış olaq. Deməli, göbələk bakteriya hüceyrə divarına sahibdirlər. Çoxhüceyrəli orqanizmlərdə xeyr, bakteriyalar çoxhüceyrəli deyildir. Bakteriyalar yalnız bir hüceyrəli orqanizmlardır deyəcəyik. Sual 70. Xromosom dəsti tetraploid olan bitkinin ikiqat mayalanması prosesi zamanı ümumiyyətlə ikiqat mayalama prosesində hansı hüceyrələr iştirak edəcək? Mərkəzi hüceyrə, yumurta hüceyrə, sperm iştirak etmiş olacaq. Mərkəzi hüceyrə dişinin xromosom yığımında, yumurta hüceyrə dişinin xromosom yığımının yarısı qədər, spermlərdə erkək fərdin xromosom yığımının yarısı qədər olmuş olur. Ona görə cavabımızı müəyyən edirik. Bunların cəmi bizə 10 verəcəkdir. Sual 71. Glikoliz prosesi zamanı biz bilirik ki, glikoliz energetik mübadilənin ikinci mərhələsidir. Birinci mərhələ hazırlıq, ikinci mərhələsi glikoliz, üçüncü mərhələ isə oksigenli mərhələdir. Və ikinci mərhələsi zamanı glikoza C6, H12, O6, 2 mol ADF, 2 mol H3PO4 və tənəffüs fermentlərinin iştirakı ilə prosesdə təbii ki, oksigen yoxdur. Bu glikolizdə anaerob tənəffüsdür. 2 mol. Öncə burada preozim turşusu alınır, sonra süt turşusuna çevrilir. C3, H6, O3. Daha sonra 2 mol ATF və 2 mol su ayrılır. Proses zamanı enerjinin miqdarı ATF şəklində toplanan 80 kilojol, istilik şəklində ayrılan isə 120 kilojol olacaqdır. Əgər bizdən parçalanan glukoza 180 qramdırsa, 180 qram glukoza parçalananda deməli, hasil olan ATF şəklində toplanan enerji 80 kilojol, istilik şəklində ayrılan enerjisi 120-dir. Bunların fərqi bizə verir 40.
Deməli, əgər bizdə 180 qram qlukoza parçalanmışsa, fərqimiz 40-a bərabərdir. Əgər 360 qram qlukoza parçalanmışsa, fərqimiz 80-ə bərabər olacaqdır. Cavabımızı müəyyən edirik D variantı olaraq. Sual 72. İnsanda 32 320 peyk hüceyrəsinə nə qədər neyron düşür? Biz bilirik ki, bir neyrona deməli 10 peyk hüceyrəsi düşür. Peyk hüceyrələr sinir impulsu ötürmür. Deməli, yalnız neyronun qidalanmasını, neyronun dayağını və onun müdafiəsini təşkil edir. Peyk hüceyrələri çıxıntılara malik deyildir, impuls ötürmür və bir neyrona 10 peyk hüceyrəsi düşür. Əgər bizdə 320 peyk hüceyrəsi vardırsa, ona bölərək neyron sayını tapırıq. Cavabımız olur 32. Sual 73. Bütün onurğalılara aid olan xüsusiyyətləri seçməliyik. Diqqət edirik, xordalı demir, onurğalı deyir. Xordalı olsaydı burada yalnız qapalı qan damar sistemini götürərdik. Bir də qanda eritrositləri götürə bilərdi, əgər xordalı desəydi. Amma bizə onurğalı deyirsə, neşterçəni istisna edir. Yerdə qalan, yəni biz balıqlardan başlayaraq belə deyək götürmüş olacağıq. Baş beyin təbii ki, burada var. Hamısında, yəni balıq, suda quda yaşayan, sürünən quş, məməli hamısında baş beyin var. Əlavə olaraq börəkləri də balıqlardan başlayaraq dediyimiz üçün götürmüş olacaq. Əgər bizə xordalı desəydi, neşter çəninə baş beyni yoxdur, orada yalnız sinir borusudur. Xordanın üzəri ilə uzanan sinir borusudur. Neşterçədə baş beyin yoxdur deyə götürə bilməzdik. Neşterçədə börəklər yoxdur, onun əvəzinə metanefridlər vardır. Əgər xordalı desəydi, börək və baş beyni götürməzdik. Lakin onurğalı deyirsə, qapalı qan damar sistemi var, tük örtüyü. Məsəl üçün, suda yaşayan məmələrdən balina, delfin bunlarda yoxdur. Caynaqlar, məsəl üçün, onurğalılarda yoxdur. Misal üçün deyək ki, bəzilərində dırnaq var. İlanı götürək. İlanda ümumiyyətlə ətraflar yoxdur, caynaq yoxdur. Və ya dedik ki, dırnaqlı olanlar var. Yəni hamısında caynaq deyil. Beş barmaqlı ətraf yenə ilan üzərindən getmiş olaq. Misal üçün ilanlarda ümumiyyətlə ətraf yoxdur. Mürəkkəb mədə, misal üçün insanı götürək, onurğalılara aiddir. İnsanda mədə nədir? Bir kameralıdır. Yəni mürəkkəb mədə, çox kameralı mədə əsasən cüt dırnaqlardadır. Ona görə hamısına aid deyil. Cavab hamısına aid olanlar 1-dir, 3-dür, 4-dür, 8-dir. Davam edirik 74-cü sual ilə. İnsanda bud venasından çıxmış qanın hərəkət ardıcıllığını müəyyən edin. Bud venasından çıxmış qan artıq venoz qandır. Bu venoz qan aşağı boş vena vasitəsilə gələcək ürəyin sağ qulaqcığına və oradan isə sağ mədəciyə tökülmüş olacaq. Sağ mədəcikdən aypara qapaqlar açılacaq, ağciyər kötüyü vasitəsilə ayrılacaq. Ağciyər arteriyalarına gedəcək. Daha sonra isə ağciyər kaplyarlarına ötürülmüş olacaq. Ağciyər kaplyarlarda qazlar mübadiləsi gedir. Kaplyarlarda qazlar mübadiləsi getdikdən sonra ikisi sağdan, ikisi soldan 4 ədəd ağciyər venası vasitəsilə ürəyin sol qulaqcığına, oradan sol mədəciyinə ötürülmüş olur və sol mədəcikdən də böyük qan dövranı başlayacaqdır. Bizə sadəcə kaplyarlara qədər yolunu izləməyi söyləmişdir. Cavabımız olur 5, 1, 3, 2, 4. Və nəhayət 75-ci sualımız uyğunluğu müəyyən edin. Hamar endoplazmatik şəbəkə bir membranlıdır. Golgi kompleksi bir membranlıdır. Eyni ölçüyə malik iki cisimcik, biz burada hüceyrə mərkəzini götürəcəyik. Qeyri-üzv maddədən üzv maddə sintez edə bilir. Xloroplastı götürəcəyik. Yazsaydı sadəcə üzv maddə sintez edir. Burada demək olar ki, hüceyrə mərkəzi istisna hamısında üzv maddə sintezi gedə bilər. Lakin qeyri-üzv maddədən üzv maddə sintezini burada yalnız deməli xloroplast edəcək fotosintez prosesi zamanı.